Hörmətli izləyicilər, mən Elnur Rəstov, Amarkes Global Brokers şirkətinin hər birini salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacaq. İlk öncə yenə də dollar indeksini nəzər salaq. Dünən Amerikadan ümumi daxili məhsul açıqlanmış oldu. Belə ki, ümumi daxili məhsulda, yəni GDP-də 0,3% azalma proqnoz edilmişdi. Lakin nəticə mənfi 0,2% açıqlanmış oldu. Yəni Amerikan iqtisadiyyatında mənfi 0,2% kiçilmə var. Təbii ki, Amerikan iqtisadiyyatının kiçilməsi bir mənada dollar indeksində satışları artırmış oldu. Diqqət yetirsəniz, 27 may tarixində dollar indeksində başlayan yüksəliş bir mənada dünənlərin başa çatmış oldu. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması və qiymətlənmə səviyyənin altına bağlanması ilə dollar indeksində yenidən satış siqnalı formalaşmış oldu. Və bu gün içərisində Amerikadan şəxsi istehlak xərcləmələri indeksi açıqlanmış olacaq və illik əsasda 2,5% artım proqnoz edilir. Əgər şəxsi istehlak xərcləmələri gözləniləndən yuxarı açıqlanarsa, bu bir mənada dolları yuxarı yönlü dəstəkləyə bilər. Lakin ümumi fonda baxdıqda Amerikan iqtisadiyyatında daralmanın olması federal ehtiyatların faiz dərəcəsinin artırma ehtimalını bir mənada yüksəldir bazarda və gün ərzində nə qədər ki dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 99 704 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində satışın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyünə diqqət etirsəniz, 27 may tarixində başlayan eniş trendi bir mənada dünən başa çatdı və o da həmin günün birinci müqavimət səviyyəsinin qırmasıdır. Təbii, avronun bağlaşmasının əsas səbəbi dollar indeksinin ucuzlaşması oldu və həmin günün birinci müqavimət səviyyəsinin qırması və hətta ikinci müqavimət səviyyəsinin qırılması da bir mənada avro-dollar valyuta cütlüyündə alış siqnalı yaranmış oldu və gün ərzində nə qədər ki avro-dollar bu günün birinci dəstək səviyyəsi olan 1,12 565 səviyyəsini qırıb onun altında bağlanmazsa, biz avro-dollarda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü diqqət etirsəniz 27 may tarixində isə satış siqnalı yaranmışdır və həmin günün birinci dəstək səviyyəsinin qırılması və diqqət etirsəniz GBP-USD-də hələlik satış trendi dominantdır. Belə ki, diqqət etirsəniz, baxmayaraq ki, dünən dollar indeksi kifayət qədər ucuzlaşdı, lakin GBP-USD valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qıra bilmədi və hal-hazırda həmin səviyyənin altına ticarət olunur. Gün ərzində GBP-USD bu günün birinci müqavimət səviyyəsi olan 1,35-279 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə 27 may tarixində başlayan eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz AUD-USD valyuta cütlüyüdür. AUD-USD-də də diqqət etsəniz 27 may tarixində həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə əslində satış siqnalı yaranmışdı və həmin tarixdən etibarən AUD-USD də günlər üzrə ancaq birinci müqavimət səviyyələrinin altında ticarət olunur və bu da eniş trendinin davam etdiyini göstərir. Bu gün ərzində AUD-USD nə qədər ki bu günün birinci müqavimət səviyyəsi olan 0,64658 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz AUD-USD-də eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da 27 may tarixində başlayan eniş trendi əslində davam etməkdədir. Dünən bazar birinci müqavimət səviyyəsini qırsa da, lakin diqqət etsəniz, bazar həmin səviyyənin bir mənada altına bağlanmış oldu qızılın qiyməti və gün ərzində nə qədər ki qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3350 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılın qiymətinə eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksinin futuresidir. S&P 500 indeksində də diqqət etsəniz, hal-hazırda yüksəliş trendində ticarət edilir və dünən Nvidia-nın gəlirlərinin açıqlanması ilə hansı ki proqnozları üstələyərək gəlirlərində 70% artım oldu. Bir mənada bu S&P 500 indeksinin yüksəlməsinə əsas səbəblərdən birisi idi və diqqət etsəniz, hətta S&P 500 indeksi həmin yəni dünənki tarixin 3-cü belə müqavimət səviyyəsini test etmiş oldu və gün ərzində S&P 500 indeksinin nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 5868 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün içərisində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.